Növbəti bir mənzildə hamınızı salamlayıram. İnşaatçılar metrosunun düz üzərində, Şərifzadə küçəsində, düz metronun üzərində yeni binada 3 otaqlı, kubcalı, yeni təmir olmuş, təmirdən sonra yaşayış olmayan bir mənzili sizlərə təqdim edəcəm. Qeyd edib, bu mənzil alıb satmaq üçün təmir olunmayıb. Ev sahibi özü üçün təmir edib, özü üçün dizayn edib. Sadəcə müəyyən fikirlər, planlar dəyişdiyi üçün bu mənzilə satışa təklif olunub. Mənzili sizlərə təqdim edəcəm. 135 kvadrat ölçülü mənzildir. Elə o ölçüdə bu mənzildə mövcuddur. Giriş qapısı burada yerləşir. Gözəl bir təmir hissəsi var. Solda qaydırov üçün ayrılmış zolaq hissə var. Baxın, oradan da led işıq üçün buraxılmış zolaqlar var. Döşəmədə qranit mərmər və istipoldan istifadə olunub. Geniş bir dəhliz qaydırov hissə mövcuddur. Birinci yataq otağı, qonaq otağı, ikinci yataq otağı. Orada geniş bir mətbəx, qaydırov hissəsi və sanitar qovşağı yerləşir. Mən sağdan sola doğru olaraq sizlərə təqdim edəcəm. Belə bir gözəl sanitar qovşağı yerləşir. Lazım olan aksesuarlarla tam şəkildə təmin olunub. Baxın, bu şəkildədir. Lazım olan aksesuarlar bahalı və keyfiyyətli firma məhsullardır. Qapılar çox keyfiyyətli və bahalıdır. Burada mənzilin qaydırov hissəsi yerləşir. Baxın, belə bir gözəl qaydırov hissə var. Bu şəkildədir. Orada da çamaşırxana üçün ayrılmış zolaq hissələr, paltaryon üçün ayrılmış zolaq mövcuddur. Bütün mebel dəstələrdə təchiz olunub, dəyərli izləyicilərimiz. Burada mənzilimizin gözəl bir mətbəx hissəsi yerləşir. Mənzilin panoraması da möhtəşəmdir. Mən onu da sizlərə göstərəcəm, dəyərli izləyicilərimiz. Baxın, birbaşa İnşaatçılar metrosu. Baxın, düz İnşaatçılar metrosunun üzərində yerləşir mənzilimiz. Baxın, belə bir gözəl mətbəx hissədir. Döşəmə qranit mərmər və istifoldur. İstilik sistemi fərqli olaraq kombidir. Qazı suyu işığı daimidir. Membrandan yığılmış, üzəri süni mərmərlə təchiz edilmiş gözəl bir mətbəx hissəni gördünüz. Bir daha bu şəkildə göstərirəm. Baxın, geniş bir mətbəx hissə mövcuddur. Burada mənzilimizin yataq otağı yerləşir. Baxın, belə bir gözəl yataq otağı var. Orada qaydırov üçün ayrılmış zolaq hissə və elektrik xətti çıxarılıb. Yəni, buranı istəsəz gələcəkdə zal kimi də istifadə edə bilərsiniz. Çünki birbaşa, baxın, yasamala baxırıq, qarşısı açıq. Bu şəkildə belə bir mənzildir. Kifayət qədər geniş sahəyə malikdir. Qazı, suyu, işığı daimidir. Qeyd etdiyimiz kimi sənəd kubcadır. Qiymət də bazar qiymətinə uyğun qiymət təklif olunur. Burada mənzilimizin qonaq otağı kimi nəzərdə tutulur və təchiz olunur. Baxış istiqaməti cənub istiqamətindədir. Evdə istilik sistemi olması ev hal-hazırda istidir. Onu da qeyd edim. Hündürlük 3 metrə yaxındır. Qonaq otağında sizlərə təqdim elədim. Keçək mənzilin uşaq yataq otağını təqdim edim. Sonra isə mənzil haqqında məlumatları qeyd edəcəm. Burada isə mənzilin uşaq yataq otağı və buradan eyvana çıxış mövcuddur və bu eyvanda mənzilə qatılmayıb, cam balkonla qatılıb belə bir gözəl eyvan hissə düzəlib və bütün otaqlarda kondisioner xətti qurulub. Mənzilimiz Yasamal rayonu Şərifzadə küçəsi metro şinasiyalarının düz üzərində 16 mərtəbəli binanın 12-ci mərtəbəsində yerləşir. 135 kvadrat ölçülü bu mənzil qanuni 3 otaq kubcalı yeni təmir olunub və təmirdən sonra yaşayış olmayıb. Dizayn əsasında təmir olunub, təmir zamanı keyfiyyətli materiallardan istifadə olunub. Qiymət aşağıda əlavə məlumat bölməsində qeyd olunub, real alıcıya endirim olunacaq. Mənzil haqqında bu qədər. Növbəti çəkilişdə görüşəndək.